Əmək müqaviləsi bağlanarkən kimlərə sınaq müddəti tətbiq edilə bilməz və niyə? Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən aşağıdakı şəxslərə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir. 1. 18 yaşına çatmamış şəxslərlə, hamilə qadınlarla, 3 yaşına çatmamış uşağı olan qadınlarla, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərlə, təhsil müəssisəsini bitirdiyi ildən etibarən ixtisası üzrə ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslərlə, müsabiqə yolu ilə vəzifəyə qəbul edilən şəxslərlə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərlə, müddəti 2 aydan az olan əmək müqavilələri bağlandıqda. Eyni zamanda tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir.